Pasiyent ilk səfərdir bizə müraciət eləyib. Burada rentgendən də göründüyü kimi artıq kanal materialının daşdığını görürük. Bir neçə həkimdə olub, bir neçə həkim baxıb. Yəni Ağdaşdan gəlib bura pasiyent, yəni rayonlarımızın birindən gəlib bura. Və yonulub ki, bura qapaq qoyulsun. Amma burada ağrılar var ki, durmadan ağrılar olur ki, pasiyent bundan narahatdır, qəfil tutan ağrılar filanlar. Biz burada şübhəliyik, düzdür, burada da karyesimiz vardır, amma şübhəliyik ki, bu kanaldan artıq daşan materiala görədir. Bu səbəbdən də biz kökün ucunu burada kəsəcəyik, orada həmin materialı çıxardacağıq və iltihablı olan o granülasyon iltihabı toxuma ki var kestanı, onları da götürəcəyik və ondan sonra yaxşı olacağını düşünürük və işimizə başlayaq indi. Bu əməliyyatın adı kök rezeksiyasıdır. Qorxuruq? Qorxmuruq ki. Bir danışaq, niyə? Kefsizsiz? Hayır. Yaxşısınız. 18 yaşı var balaca bacımızın. İndi başlayaq işimizə. Kökün ucunu görürük. Kökün ucunu çıxartdıq buradan. Materialla bir yerdə. Bax. Hamısı burada. Bax doktor. Belə bax, daşmış sillər də buradadır. Kökü burada görürük. Kökü kəsdik. Ucunu da bağladıq. İşimiz bitmiş oldu burada. İndi tikib çıxacaq bunu. Ağrı var mı? Hayır. Hə quzum? Yox. İşimiz bitdi. Belə bir vəziyyətdə təhvil vermiş oluruq. Ağrı oldu mu? Hayır. Hündürdən danışaq. Hayır. Olmadı, hə? Keçmiş olsun. Çok sağ ol.